İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Ağdərə rayonunun Suqovuşan kəndindən növbəti köç karvanı yola salınıb. Bu mərhələdə kəndə 53 ailə, yəni 174 nəfər köçülür. Daha ətraflı məlumatları bölgə müxbirimiz Habil Assanoğlu bizə çatdıracaq. Buyur Habil, səni eşidirik. Salam, hər vaxtınız xeyir. Bəli, sizi Tərtəri Suqovuşanın girişindən qarşılayırıq. Çünki artıq bu günlərim 53 ailə, 174 nəfər uzun illərdən sonra, dəqiq desək 32 ildən sonra öz dədə-baba yurduna geri dönürlər, geri qayıdırlar. Yəni bu ömürlərinin 33 ilini məcburi köçkünlük həyatında keçirən bu insanlar həqiqətən çox qürurludur. Onlarla söhbət etmək imkanı da qazandıq, müsahibələr aldıq. Demiyorlar ki, hər birinin sevinç gözyaşları axıdır və təbii ki, Ali Baş Komandana can sağlığı, şəhidlərimizə Allahdan rəhmət diləyirlər. Çünki zəfərin bu davamı olan bu köç Böyük Qayıdış proqramı çərçivəsində reallaşır və o şəhidlərimizin, qazilərimizin hesabına bu torpaqlar azad olub, o torpaqlar azadlığa çıxıb və bugün Qarabağın hər bir qarış torpağında həm işlər gedir, həm Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanır. Çəkilişlərimiz davam edir. Artıq demiyorlar ki, mənzil başına çatırlar. Soydaşlarımız onların mənzilə təqdim olunduqdan sonra onların o sevincini də sizlərə çatdırmağa çalışacağıq. Bizdən bu qədər, söz sizdə. Minnətdarıq Habil, ətraflı informasiyaların üçün. Qeyd edək ki, bizimlə birbaşa bağlantıda xüsusi müxbirimiz Habil Assanoğlu idi.